Salam uşaqlar, göndərdiyimiz RFM növbəti sınağın izahlarına baxırıq. Burada birinci sual sadə sualdır. Buradan əməl ardıcılığı ilə bu misalı işləmək lazımdır sadəcə. Qeyd edirəm. Sürətdə yaranır 4. Məxrəcdə isə 1,1 düzgün olmayan kəsirə çevirib vur tərsi yazırıq. Bilirik ki, bölmədə. Cavab qalır 3. 3-dən 1-i çıxdıq 2. Yəni kəsir xətti riyaziyyatda bölməməli olduğu üçün cavab C variantı. İkinci sualda istifadə edəcəm kəsirin əsas xassiyəsindən. Kəsirin əsas xassiyəsinə görə mən bu kəsirin sürət və məxrəcini eyni bir ədədə vura da bilərəm, bölə də bilərəm. Yəni minə vururam ki, onluq kəsirlər olmasın. Misalı çarpaz vurub açanda. Mötərizəni vurub açanda olur 4x üstə gəl, deməli 300. Burada mötərizəni vurub açanda mini 0-dan 4-ə vurduq. Sonra mini 0-dan deməli 10-3-ə də vururuq. Eləyir 300. Aşağıda isə mini 0-dan 7-yə vuranda olur 7x. Üstə gəl. Mini 100-də 5-ə vuranda eləyir 50. Bərabərdir 4-də 3. Çarpaz vurub açanda olur 16x üstə gəl 1200 bərabərdir 21x üstə gəl 150. Buradan da eləyir 21x-dan 16x-i çıxdıq, elədi 5x bərabərdir 1200-dən 150-ni çıxdıq 1050. Buradan da x bərabərdir elə 210. Doğru cavab C variantı. Üçüncü sual sadə tənli idi. 3 çıxılsın x çıxılsın 6 çıxılsın 6 çıxılsın 4x mötərizəni vurub açanda bərabərdir x üstə gəl 3. Burada rəqəmləri işləsəm əgər rəqəmlərə görə -9 var burada. X-lərə də baxsaq -5x var. Bərabərdir x üstə gəl 3. Buradan da eləyir 6x bərabərdir -12, x bərabərdir -2. Növbəti moduldan özü çıxıbsa, deməli içəridəki müsbət imiş və ya sıfıra bərabər də ola bilər. Yəni böyük bərabərdir 0. Burada x böyük bərabərdir 2. Modulun içərisində mənfi olanda əksi çıxır. Yəni x çıx 6 kiçik bərabər 0. X də 6-dan kiçik bərabər. Siz bunu seçmə yolu ilə də tapa bilərsiniz. Ödəyən ədədlərin cəmi 2-dən 6-ya qədər 2, 3, 4, 5, 6 toplayırıq 20. 5-ci sual üçün belə bir qayda deyim. -1-i mötərizəyə alıb üstünə 4 qoyanda müsbət 1 olur. Mötərizə yoxdursa elə -1-dir. Çıx 2-in kubu 8. Üstə gəl 3-ün kvadratı 9. Deməli, üstə gəl 4 olur. Burada mənfinə mənfi toqquşur. Bir də üstə gəl A-nın üstünə 0 qoyanda cavab 1 eləyir. Yəni 0 üslü kəmiyyətlərin hamısı 1 deməkdir onsuzda. Üstünə 0 qoyanda bunda cavab 1 eləyir. Burada müsbət 9, -9 islah olur. İlkin cavab olur 5. Kəsişmə nöqtəsi deyəndə bərabərləşdiririk. X bərabərdir elə -2 tapıram. Buradan da x-ə -2 verəndə 3 vurulsun -2 çıxılsın 2. Bu da eləyir -8. Birinci x yazılır, ikinci y yazılır. Bunun tərsi olan variant da var. Diqqətli olun. Bunları 3-ə vururam məxrəcinə 9 eləmək üçün. Sonra məxrəci atıram. Qalır a çıxılsın 11 kiçikdir 15-dən. Buradan da a kiçikdir 26-dan. 26-dan kiçik ən böyük ədəd istədiyinə görə 25. 8-ci sualda modulun içərisində nə olsa cavab 4 çıxır. Əlbəttə ki, 4 olanda 4 çıxır. Bir də nöqtəli vergül modulun içində -4 olanda cavab 4 çıxır. Bunu burada göstərim həllinə. Baxın, birinci halda yazıram 2x çıxılsın 1 bölünsün 4 çıxılsın 1 bərabərdir 4 olsa, yəni modulun içindəki bir dəfə 4-ə bərabər eləyirəm. Olur 2x çıxılsın 1 bölünsün 4 bərabərdir 5. 1-i o yüzden atdıq toplama oldu. Burada olur 2x çıx 1 bərabərdir 4-ü 5-ə vurduq. 2x bərabər olur 21-ə. X də bərabərdir 21-i 2-yə böldük 10,5. Eyni qayda ilə yenə modulun içini götürürəm. Çıxılsın 1 bərabərdir bu səfər -4-ə. Yəni -4 də olsa bunun cavabı yenə müsbət 4 çıxır.
2x çıxılsın 1 bölünsün 4 bərabərdir mənfi 3'ə. Buradan 2x çıx 1 bərabərdir mənfi 12 eləyir. 2x bərabərdir mənfi 11. X də bərabərdir mənfi 5,5. Alınan x-ların bizdən cəmini istəyir. Cəmi də eləyir 5. Bu iki ədəd toplayanda cavab eləyir 5. Sonra 9-cu sualda A-ya məxrəc verəcəm burada 1, B-yə də məxrəc verəcəm 1. Ortaq məxrəc 1 ilə B üçün B-də elə 1-ə böləndə B, B-yə böləndə 1. A-nı B-yə vururuq. Üstə gəl 1 vurulsun. Bölmədə bilirik ki, tərsi yazılmalıdır. Yəni, bunlar üçün ortaq məxrəc A-dır. Qaldırdım sürətə. 1-ə böləndə A, A-ya böləndə 1. A-B üstə gəl 1-də yazdım məxrəcdə. Bunlar gedir. Qalır A bölünsün B. Bunu elə mən cavabdan çıxara bilərəm. Baxın, fikir verin bura. A nəyə vurulub? 3-ə. A-nın çarpazına 3 yazıram. B də vurulub 2-yə. Biz bilirik ki, bu onsuz da belə açılır da, çarpaz vurub açılır. 3A bərabərdir 2B. Bunun tərsi olan variantlar diqqətli olmaq lazımdır. 1-dən 100-ə qədər ədədlər nömrələnib. Deyir ki, götürülən bir topun üzərindəki rəqəmlərin cəminin 2 rəqəmlərdə də olması toplayanda 2 rəqəmli çıxmalıdır. Yəni 1-dən 100-ə ədədlər var. Hər hansı birini seçsəm, məsəl üçün deyirəm 24. 24-ün rəqəmlərini toplayanda neçə eləyir? 2 üstəgəl 4, 6 eləyir, düzdür. Bizə 2 rəqəmli istəyir. Elə ədədlər seçməliyik ki, toplayanda 2 rəqəmli olsun. Məsələn, 1, 9, 10 eləyir, toplayanda 2 rəqəmlidir. 2, 8 var, sonra 2, 9 var. 3 ilə başlasan 7 var, 3, 8, 3, 9. Fikir verin, bunların rəqəmlərin cəmi 10 eləyir. Bunların rəqəmlərin cəmi 11 eləyir. Bu da 12. 4 ilə başlasan 4, 6 var, 4, 7 var, 4, 8 var, 4, 9 var. Yəni rəqəmlər cəmi 10 eləyəni düzəldirəm. 11 eləyən, 12 eləyən, bu 13 eləyən. Burada indi bizə say lazımdır. Çünki ehtimal tapırıq. Ehtimalda sayı yazacağım. Məxrəcdə 100 yazacağım. Sürətli isə neçə dənə ədəd var? Baxıram ki, 1 ilə başlayan 1 dənə, 2 ilə başlayan 2 dənə, 3 ilə başlayan 3 dənə, 4 ilə başlayan 4 dənə, 5 ilə başlasam 5 dənə olacaq, 6 ilə başlasam 6 dənə, 7 ilə başlasam 7 dənə, 8 ilə başlasam 8 dənə, 9 ilə başlasam 9 dənə ədəd var. Saylarıdır. Bu dairəyə aldıqlarım saylarıdır. Buradakılar isə elə ədədlərin özləridir. Bəzilərini nümunə olaraq göstərmişəm. Mənə sayıları lazımdır. Bunlar hamısını toplasam, yəni 9-a qədər bunlar hamısını toplasam, eləyəcək 45. 1-dən 9-a ədədləri toplayarsınız, 45 eləyəcək. 5-ə ixtisar eləsəz, C variantı. 11-ci sualda perimetri 24-dür. 4-ə bölək, hər tərəfi bunun 6, 6, 6. Burada balaca bir dənə x yazıram. Burada olur 6 çıxılsın x. İndi burada bir dənə düzbucaqlı üçbucaq qayda olaraq deyirəm. Çəkdim. Tərəflərini adlandırdım. Burada bir dənə x, bir dənə y. Sahəsi olur x vur y bölünsün 2. Düzbucaqlı üçbucağın sahəsidir bu. İndi bizə bunun sahəsini verib. Baxın, sahəsi bunun 4'dür. BAY-nin sahəsi 4'dür. Yəni 6 vurulsun x bölünsün 2 bərabər 4'ə. Buradan x bərabərdir. 2-ni 4'ə vursan 8 bölünsün 6 bərabərdir 3'də 4. Bunun sahəsinə söhbət gedirsə, əlbəttə ki, bu 90 dərəcə bitişik tərəfləri, yəni katetləri vurub bir-birinə 2-yə bölməliyik. Yəni S bərabərdir. Biri 6 vurulsun. Bu 6. Buradakini tapmaq üçün də, yəni 6-dan çıxmalıyam x-in qiymətini. X-i də mən tapdım 3'də 4. Bərabər 3'ü yazıram. 18-dən 4'ü çıxırıq, eləyir 14. 3'də 14. Amma bir dənə bölünsün 2 də var. Düsturda bölünsün 2 də var. Həmin bölünsün 2-ni burada göstərirəm. 2-ni 3'ə vuranda elə 6. Cavab qalır 14 D variantı. 12-ci sualda
deməli 0 tam dövrə qədər 5 var. Dövrdə 12 var. Bunun açılışı bir dənə 9, bir dənə də 9, bir dənə 0. Yəni 2, 9, 1, 0. 512-dən də 5-ini çıxırıq. Bu da eləyir 507, 990. 3-ə ixtisar eləsək 330, 169. Kəsr ixtisar olunmursa, yəni bu formaya gətirirsiniz, onu ixtisar eləyib ən axırıncı formaya gətirirsiniz. Sürətin üstünə məxrəci gəlmək lazımdır. Toplayırsınız 499. Bir marketdə işçilərin sayına x deyim. Burada qadın nə qədərdir? 40%. 40% 0,4x deməkdir. Kişi nə qədərdir? Ümumiyyətlə faiz 100 ilə ölçülür də. 40% buradasa 60%, yəni 0,6x də buradadır. İndi deyək ki, kişilər qadınlardan 10 nəfər çoxdur. 10 nəfər çoxdur ya, dəfə yox. Ona görə 0,6x-dən çıxırsan 0,4x-i bərabərdir 0,2x. Onu da verib bizə 10 nəfər. X bərabərdir. Bir dənə 0 atıb verginin üstünə xətt çəkirik. 50. Ümumi 50 nəfər var marketdə. Bizdən nəyi istəyir? Qadın. Qadına nə demişəm? 0,4x. 0,4 vur 50. 20. Bir kəsrin qiyməti 7-də 3-dür. Yəni, ixtisar gedəndə 7-də 3 qalır. Yanlarına bir dənə x atıram. Ola bilər ki, 7-də 3-ün 2 mislidir və ya 3 mislidir. Sürət və məxrəcinin. Yazıram indi burada. 7-də 3. X-ləri da atdım yanına. Deyir ki, bunun sürətinə 3-ü gəldin. Məxrəcindən 5-i çıxdın. Bərabər oldu deyir 4-də 3-ə. Bunu belə çarpaz vurub açacağıq. Çarpaz. 3-ü 4-ə 12x. 3-ü 4-ə 12. 3-ü 7-yə 21x. Çıxılsın. Çıxma olduğu üçün 3-ü 5-ə 15. 21x-dən 12x-i çıxdım. 12-nin də üstünə 15 gəldik. Burada x bərabərdir 3. X 3-dürsə, biz əvvəlki kəsrin qiymətini yuxarıda hesablaya bilərik. Əvvəlki kəsir bu idi da, düzdür. Olur 21, 9. 3-ə vurdum. Deyir, əvvəlki kəsrin məxrəci sürətinə neçə vahid böyük idi? 21, 9-dan neçə vahid böyükdür? Gəldik bura, çoxluqlar. Euler-Venn diaqramları ilə işləyəcəyik bu çoxluğu. Birinciyə bir dənə A deyirəm, ikinciyə B deyirəm və Euler-Venn diaqramlarda həmişə kəsişməni birinci göstərin. 12-ni yazdım ortaya. İndi A-nın içinə elə bir ifadə yazmalısan ki, 3x üstəgəl 10 eləsin. Yazıram 3x. Çıx ki, yazıram ki, 12-dən 2-ni çıxanda 10 qalsın. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq da. B-nin içinə də elə bir ifadə yazmaq lazımdır ki, x üstəgəl deməli 18 olsun. X üstəgəl 6 yazıram. 12 var burada. 6 eləyəcək 18. İndi birləşmə hamısının toplaması deməkdir. Baxıram burada. 3x çıx ki, üstəgəl ortadakı 12, üstəgəl x üstəgəl 6 bərabərdir. Verib bizə 5x üstəgəl 10. 3x, 1x, 4x, 5x-dən 4x-i çıxdın, x bərabərdir. Burada eləyir 16, 16-dan 10 çıxdıq, 6. X 6-dırsa bizdən A çoxluğunu istəyir. 3 vur 6, üstəgəl 10 deməkdir. Eləyir 18, 10, cavab 28. 16-cı sualda belə bir şey göstərim, fikir verin. Burada AB ədədinin açılışı bərabərdir. Bu təklidir, bu onluqdur. 10 dənə A üstəgəl B deməkdir. Məsələn, BA ədədinin açılışı bərabərdir. Bu təklidir, bu onluqdur. 10 dənə B üstəgəl A deməkdir. İndi bunları çıxanda bir-birindən fikir verin, çıxıram. 10 A'dan 1 A-nı çıxırsan, qalır. Burada yazıram 9A. Yuxarıdan aşağı çıxdığıma görə, yəni AB çıx BA-dır da. 1 B'dən 10 B-ni çıxırsan, qalır. Çıxılsın 9B, mənfi 9B. Aşağıda toplamadır. Elə bunları toplayanda 10A, bu da A, 11A, üstəgəl 11B toplayıram. Bərabərdir. Burada da 3, 11. 9-u çıxartdım, mötərizənin xaricinə qaldı açıq B.
11'i çıxartdın, A üstə gəl B bərabərdir. Bu 11'dir burada. 11'i də çıxartmışam. 11 ilə 11 gedir. 9 ilə də 3'ü 3 aparıram. Qaldı burada açıq B. Aşağıda A üstə gəl B bərabər. Bunun yanındakı 3'ü gətirirəm məxrəcə. Onsuz da vurulanda biz dedik ki, belə vurulur da. Çarpaz vurulurdu. Onsuz da yəni bu bura vurulacaq. Yenə də 3 yəni 10 qabağına gəlir. 3'də 1. Bunun da sürətində 1 qalmışdı. Cavab 3'də 1 B variantı. 17-ci sual. 17-ci sualda fikir verin. Yuxarıdakı 3'ə bölünən ədəddir. Yəni bura bir 3K deyirəm. Bu 5'ə bölünən ədəddir. 5K. Bu da bir 7'yə bölünən ədəddir. 7K'dır. Yazıram x çıx 1 bərabərdir mənim üçün 3K'dır onun yerində. Sonra buradan x'i tapım qabağında x bərabərdir 3K üstə gəl 1. Sonra y üstə gəl 2 mənim üçün 5K'dır. Buradan y tapsam olur 5K çıx 2. Bir də var z çıxılsın 3 bərabərdir 7K'dır. Buradan z bərabərdir 7K üstə gəl 3. Deyir ki, bu ifadəni verib mənə 2 vurulsun. X'in yerində buradakini yazıram. 3K üstə gəl 1. Üstə gəl y'in yerində 5K çıxılsın 2. Çıxılsın z'in yerində yazıram 7K üstə gəl 3. Mötərizədə yazıram ki, işarələr dəyişəcək. Bərabərdir 5'ə. Mötərizəni vurub açıram 6K üstə gəl 2. Üstə gəl 5K çıxılsın 2. Çıx 7K çıx 3 olur. Bərabərdir 5. 2'lər gedəndən sonra 11K'dan 7K'nı çıxdın 4K bərabərdir 8 qalır. 3 özə keçir. Buradan da K bərabərdir 2'dir. K'nı 2 tapandan sonra gəlirəm suala. Y soruşur məndən. Y'dəki buradadır. Baxın 5 vurulsun 2 çıxılsın 2. Cavab 8. 18-ci sual üçün burada ədədləri tapmaqda olar. Ədədlər cavablardakı ədədlər yuvarlaq ədədlər olsaydı ABC-nin özünü tapa bilərdik. Tapa bilərik, amma uzun gedəcək deyə başqa bir üsul göstərəcəm. Və tamlar eynidir. Tamları atıram. Və vergüldən sonrakıları sayını mütləq bərabərləşdiririk. Sonra vergül atırıq. Elə bir ki 18-ci suala baxın. Yazmışam ki A üstə gəl B bərabərdir 707. Tamları atandan sonra. B üstə gəl C bərabərdir 700'dür. Bir də yazmışam A üstə gəl C bərabərdir 770'dir. İndi siz baxırsınız. Məsəl üçün 1 ilə 2'yə. Eyni olan nə var? Burada baxın B'lər var. B'lər eynidir. Bu ikisinin cəmi A üstə gəl C. Burada fikir verin. Bura 707'dir. Bura 700'dir. Əlbəttə ki A burada C'dən böyükdür. Çünki B'lər eynidirsə A toplananı C toplananından böyükdür ki bunun cavabı böyük alınıb. A C'dən böyükdür bu biri. Eyni qayda ilə indi məsələn 2 ilə 3'ə baxıram. Burada isə C'lər eynidir. Baxın C'ləri görürsünüz eynidir. C'lər eynidirsə A və B'dən A daha böyükdür ki aşağıdakının cavabı böyük. A böyükdür B. Eyni olanları yox, yəni digərlərini cavaba görə müqayisə edirəm. Bir də birinci ilə üçüncüyə baxın. Birinci ilə üçüncüdə. Ortadakına indi baxmayın. Birinci ilə üçüncüdə eyni toplanan nə var? A'lar eynidir. B ilə C'yə fikir versəz, deməli C daha böyük ədəddir ki B'dən. Bunun cavabı böyükdür. İndi burada A ilə başlayan 2 dənədir. Ən böyük A'dır. Sonra C'dir, sonra B'dir. Məsəl üçün rəqəmlər qoyum, elə belə deyirəm. Buradakı ABC'dir. Məsələn bu 5'dir, böyükdür 4, böyükdür 3. ABC'nin yerində. Amma bunların tərsini düzsən, tərsi məsələn 1 böl B dediyim 3'də 1 deməkdir də. Bunun tərsi 1 böl C dediyim 4'də 1, 1 böl A dediyim də 5'də 1'dir. Tərsində 3'də 1 böyükdür, 4'də 1 böyükdür, 5'də 1'dir. Yəni 1 böl B böyükdür, 1 böl C böyükdür, 1 böl A.
C variantı. 19-cu sualda bu xətti bir dənə buradan elə uzatsaz. 120'nin qonşusu 60, 180'den çıxdım. 110'un qonşusu 70, 180'den çıxdım. Üçbucağın da 3 dənə bucağı yenə 180 eləyir. 60, 70, 130. Burada qalır 50. 180'den 130'u çıxırsınız. 20-ci suala gəlsək. 20-ci sualda bura bir dənə x atıram. Bu bucağa. Yəni baxın buradakı bucağa bir dənə x atıram. İndi şərtə görə bu tərəflə bu tərəf bərabərsə burada olur elə x üstə gəl 15. Üçbucağın 3 dənə bucağı yenə də cəmini toplayanda 180'ə bərabər olacaq. Onda yazıram bu üçbucağa baxın, bu üçbucağa. Yəni buna. Bu üçbucağın bucaqlarını görürsünüz. Biri x-dir, biri 55'dir. Yəni x üstə gəl 55. Bir dənə də x üstə gəl 15 var burada. Bərabərdir 180'ə. Oldu 2 dənə x bərabərdir. Bunları toplayanda eləyir 70. 180'den 70'i çıxırsan 110. Buradan da x bərabərdir 55. X 55'dirsə BC A bucağı, BCA bucağı, BCA bucağı buradadır. Baxın x üstə gəl 15 yazmışam. O 55 üstünə 15 gəldi 70. Gəldi 21-ci sual. 21-ci sualda burada mərkəzdən bir dənə bura radius çəkirəm. Bu radiusdur, bu da radiusdur. Radius toxunana perpendikulyardır. Bu qaydalar. Yəni bu dediyim qaydadır. Bura 90 dərəcə olur. 90. İndi üçbucağın 3 dənə bucağı yenə 180 olmalıdır. Bura 90, bura 36. Burada qalır 54. Bu bucaqlarda deməli üçbucağın xarici bucağı özünə qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Yəni eyni olduqları üçün 54'ü 2'yə bölürəm. Olur 27, 27. Burada 27'dir bu bucaq. Bunun aşağısı da 27'dir. Bu şəkildə bu hissədə gördüyünüz bucağın bir hissəsi 90'dır. O bir tərəfdə 27'dir. 90 üstünə 27 gəlsiz 117. 22-ci suala gəlsək. 22-ci sualda tənbölən olduğu üçün alfa, burada bir dənə alfa. İndi bu alfa ilə bu çarpaz olduğu üçün burada alfadır və buradan görünür ki, bu tərəflər bərabərdir. Alfalar eynidirsə, tərəflər də eynidir. 6'nı gətirdim qarşıya. Bu 6'dakı ilə bu eynidir də. Şərtə görə, yəni biz özümüz tapırıq ki, bu da 6'dır. Bütöv aşağı 8 olduğu üçün yuxarıda 8'dir. Yəni cavab 8. 23-cü sualda uyğun tərəfləri paralel olan iki bucağın fərqi yazıram. Alfa çıx beta bərabərdir 48. Cəmi də ki 180 dərəcədir burada. Betalar gedir. Olur 2 dənə alfa bərabərdir 228. Alfa bərabərdir 114. Böyük deyir. Elə böyük bucaq 114'dür. Balaca desəydi 180'dan çıxacaqdım. Düzgün olmayan kəsrə çevirsək olur 2'də 3. A'nın kvadratı, B'nin kubu vurulsun. Mənfi 2'nin kvadratı müsbət 4. Bayaq bir sual izah elədim. Orada mötərizəyə alıb üstünə cüt ədəd qoyanda müsbətləşir. Üstündə 4 olur. 2'ni 2'yə vurdum. B'nin də üstündə içəridə hal-hazırda 1 var. Açılanda 1'i 2'yə vursan 2 eləyir. Bunlar ixtisar getdi. Burada 2. 2'ni 3'ə vurduq 6. A'nın üstündə 6 olur. 2 tanesi burada, 4'ü də burada. B'nin də üstündə 5 olur. 3'ü buradadır, 2'si burada. İndi əmsal burada 6'dır. Dərəcə və ya qüvvət 11'dir. Cəmini tapın. Bunların da cəmi 1, 17. 6 ilə 11'in cəmi istəyir. 25-ci sualda 12'yə bölünür. 12'yə bölünməni 3 vur 4 kimi fikirləşsəz daha səmərəlidir. 2 vur 6 sərf eləmir. Çünki 2 vur 6 yazsaz 6'nı yenə açmalı olacaqsınız 2 və 3'ə. Ondan sonra elə 3 vur 4 götürün. 3'ün də ayrı qaydası var. 4'ün də ayrı qaydası var. 4'ün qaydasında son 2 rəqəmdir. Yazıram 91 M 1 ya 2 olmalıdır. Yəni 12 4'ə bölünür. Ya da ki 91 M 16 ya da 16 4'ə bölünür. Başqa heç bir yəni mümkün hal yoxdur. Burada N'in 2 dənə qiyməti var. Ya 2'dir ya da N 6'dır.
Bu 4-ə bölünmə əlaməti idi. İndi bunu yoxladım. İndi keçirəm 3-ə bölünmədə rəqəmlərin cəmidir. Burada 9, 1, 10, 11 üstəgəl 2, yəni 13 üstəgəl m qalır. 13-ün üstəgəl m. 13-ün üstünə nə gələndə 3-ə bölünür? 2 gələndə, indi 3 gedirik qabağa, 5 gələndə, bir də 8 gələndə. Bunlar n2 olanda, baxın bu n2 idi də, bir dəfə 2 ola bilər m, bir dəfə 5 ola bilər, bir dəfə də 8 ola bilər seçimlərim. Burada yoxlayıram eyni qayda ilə 3-ə bölünməni. 10, rəqəmlərin cəmi 10, 17 üstəgəl m-dir. İndi 1 ola bilər, 18 3-ə bölünəcək, 3 gedirəm qabağa. 4 ola bilər, bir də 7 ola bilər. n6 olanda seçimlərim 1, 4, bir də 7-dir. Deyir, m üstəgəl n cəminin ala biləcəyi ən böyük qiymət 2, 2, 2, 5, 2, 8. Buradakı ən böyük 10'dur. Baxıram, bura baxıram. 6, 1, 6, 4, 6, 7. Buradakı ən böyük də 13'dür. İkisinin arasında ən böyük seçsəm, əlbəttə ki 13 istəyir bizdən. Ala biləcəyi ən böyük qiymət doğru cavab 13. Bu qədər.